dinləyiciləri, bugün sizlərlə belə bir blok imtahanı riyaziyyat sualı ilə qarşınızdayım. Üslü bərabərsizlər bölməsinə aid bir qəbul sualıdır. Deməli, sualda nə deyir? 0.2 üstü 7 minus 2x 5-dən böyükdürsə deyir, ən kiçik tam əlini tapın. Baxın, 0.2 nə deməkdir? 5-də 1 deməkdir uşaqlar. 5-də 1 üstü 7 minus 2x nədən böyükdür? 5-dən böyükdür. Bəs 5-də 1, 5 üstü mənfi 1 deyilmi? Mənfi 1 qüvvətinə vursam 2x çıx 7 eləyir. 5-də 1, 5 üstü mənfi 1 olduğundan 7 minus 2x-a vurulanda artıq qüvvətin dəyişdiyini gördünüz. Böyükdür 5 üstü 1-dən. Və biz bilirik ki, burada əgər əsasımız 1-dən böyükdürsə, bu artan üstü funksiyadır və işarə yönünü dəyişmədən misal davam eləyəcəksiniz. Bu böyükdür 1-dən, 2x böyükdür 8-dən, x da böyükdür 4-dən. Deməli, sizin bərabərsizliyin həlli 4-dən sağda olan ədədləri ödəyir. 4 müsbət sonsuzluq. Sizdən də ən kiçik tam həlli soruşur. Ən kiçik tam həlli neçədir? 5-dir. Sualın cavabı da A variantıdır.